Space xəbərə baxırsınız. Bəlkə də indi minlərlə insan onu ilk dəfə ekranlarda görəcək. Lakin onu ölkədə demək olar ki, hər kəs tanıyır. Söhbət sürücülük vəsiqəsi almaq istəyən minlərlə namizədin yolunun bu və ya digər şəkildə kəsişdiyi mütəxəssisdən Əziz Talıbovdan gedir. Bu dəfə onun özü qayda pozduğuna görə cərimə edilib. Mən də cərimə olunmuşam. Yəni bu o deməkdir ki, mən də ideal sürücü olmağa çalışan və demək olar ki, nümunəvi sürücüyəm. Sürücü olmaq üçün hər kəs onun hazırladığı test toplusundakı suallarla imtahana çəkilir. Müəllifi Əziz Talıbov olan sözgedən dərs vəsaitlərində 1600 sual qeyd olunsa da, imtahan zamanı iştirakçılar yalnız 10 suala cavab verməli olurlar. İmtahanda 10 test sualı düşür sürücülərə və bu 10 test sualında 9-una doğru cavab verdikdən sonra o müvəffəqiyyət əldə etmiş olur. Əziz Talıbovun uzun illərin təcrübəsinə əsaslanaraq hazırladığı bu testlər bu gün də minlərlə insanın sürücü olmaq yolunda ilk ciddi sınağı sayılır. Müəllif deyir ki, onun dərs vəsaitləri təkcə sürücü kadrlarının hazırlanmasında deyil, həmçinin yol hərəkəti sahəsində təhlükəsizliyin təmin edilməsində maarifləndirmə, sürücü kadrları hazırlayan kurslarda, ali təhsil müəssisələrində nəqliyyat sahəsi üzrə mütəxəssis hazırlığında istifadə olunur. Biz yollarda sürücü təfəkkürünü formalaşdıran bir sistem hazırlayırıq. Bizim işimiz sürücülərə yol hərəkətini başa salmaq, yol hərəkəti qaydalarını məntiqi cəhətdən öyrənmək, onun fəlsəfəsini başa düşmək və yollarda hərəkət edərkən yüksək təhlükə mənbəyi olan avtomobillərdən düzgün istifadə etməyi. Bəs sürücülük vəsiqəsi almaq istəyənlərin Əziz Talıbov tərəfindən hazırlanmış test suallarına imtahanda cavab verməkdə çətinlik çəkməsinin səbəbi nədir? Həqiqətən testdə təqdim olunan suallar imtahanda fərqli formada təqdim olunur. Bu əzbərləyən nişanları yalnız əzbərləməklə yaddaşında saxlayan insan yolda ona rast gələndə ola bilsin ki, heç ona düzgün reaksiya verməsin. Sürücülük vəsiqəsi imtahan suallarını hazırlayan mütəxəssis özü də yol hərəkəti qaydalarını pozduğunu və cərimə olunduğunu da etiraf edir. Nişanlanma xəttinin tələbinin pozulması olub və ona görə cərimə olunmuş. Mütəxəssis onu da bildirir ki, çətin sualların imtahanlara daxil edilməsində əsas məqsəd iştirakçıları imtahandan kəsmək deyil, sürücü olmaq istəyən şəxslərin yol hərəkəti qaydalarına səhti deyil, dərindən mənimsənməsini təmin etməkdir. Rəşad Vəkiloğlu, Əfqan Bayramov, Space xəbər.